Hür İmam Hüseyni tanıyırdı. Necə Allah rəhəmlidir, dostları da Allahın dostudur da. Hürrün İmam Hüseyin haqqında təsəvvürü düz idi. 1400 ildir danışılır, cinayət olub Kərbəlada. Onun səbəbkarı bilirsiniz kimdir? Hürdür. Hür saxladı İmam Hüseyni Kərbəlada. İmam Hüseyin uzaqlaşsaydı Küfədən onlar gəlib çata bilməyəcəkdi. İmam dedi, burax gedim. Əsəbləşdi İmam dedi, anon matəmində ağlasın Hür. Burax məni çıxım gedim. Kaş imamla vuruşardı. Vuruşsaydı 1000 nəfərlik dəstəydi. İmam onları məğlub eləyəcəkdi. 72 nəfərlə də olsa. Mühasirəyə aldı. İmam dedi, onlar birinci vuruşmasa biz vuruşmayacaq. Görsün neynədir? Saxladı ki, o birilər gəlib çıxsın. Saxladı, məddəl qoydu, vaxt tutdu ki, Şimir gəldi, Ömər Səd gəldi, çatdı. Çatdı. İndi bu peşman olub. Dedi, gedirəm üzr istəməyə. Dedilər, nə üzr? Sən üzr istəməyə gedirsən, bu hadisədən sonra, dedi, siz tanımırsınız bunları, bu ailəni tanımırsınız. Mən tanıyıram. Adama deyərlər, peşmansan, qaç git gözünə görsənmə. Sən Zeynəbin üzünə necə baxacaqsan, onu qorxutmursan sən. Sən uşaqların üzünə necə baxacaqsan. Dedi, siz tanımırsınız Hüseyni. Belə ailədir ki, düşmən də tanıyırdı. Mərvan təqib olunanda gəldi İmam Səccadın evinə. Cəludi İmam Rızanın evini qarət eləmişdi. Amma bir xahişini yerinə yetirmişdi. Dedi, evə daxil olma, nəyim var özüm gətirirəm. İmam getdi, evi bütün nəyi vardı, götürdü, gəldi, verdi ona. Cəludini edam eləmək istəyəndə İmam Məmundan xahiş elədi ki, onu mənə bağışla. O mənim sözümü yerə salmadı. Bilirsiniz onun hadisəsini. Hür Həzrət Zəhranı tanıyırdı. Elə ki, İmam Hüseyin dedi, Hür anon matəmində ağlasın. Dedi, sizin ananız Fatimə-i Zəhradır. Mən heç onun adını dilimə gətirməyə ləyaqətim yoxdur. Mən deyirəm, bəlkə də İmam Hüseyin baxdı ürəyində, dedi, bərəkallah Hür. Bu mərifətə. Oğluna dedi, gedirəm üzr istəməyə. Oğul dedi, ata necə üzün gəlir? Bir üzrlə qutaracaq. Dedi, mən tanıyıram, mən üzr istəyəcəm, İmam Hüseyin məni bağışlayacaq inşallah. Başına torpaq tökdü. Çarıqlarını boynundan astı. Fikirləşir ki, gedim üzrxahlıq eləyim. Amma Hür, sən də Hüseyni tanımamsan. Sən də tanımamsan. Sən fikirləşirsən ki, gedim üzr istəyim, bağışlayar. Sən gələndə, Hüseyin səni uzaqdan görəndə heç qoymadı ağzı açasan. Dedi, irfə əsək, başını qaldır, bizim qapıya baş aşağı gəlmə. Sən də tanımamsanmış. Sən də bilmirsənmiş, nə qədər rəhəmlidir. Əl-Əkbəri göndərdi ki, get onu bağrıva bas. Heç nə olmayıb elə bil. Hür də İmam Hüseyni elə müdafiə edirdi ki, elə bil ki, əvvəldən yanında olub. Bu cürət səndə hardandır? Yaxşı, get hələ bir küncdə deyən xəcalət çək də. Hür deyərdi bizə ki, siz tanımırsınız bu qədər sinə vurursunuz, İmam Hüseyni tanımırsınız. O elə məni qarşıladı ki, elə bil onun ailəsinin üzvüyəm mən. Ona görə mən bu cürəti tapdım. Hür bilirsiniz nə deyərdi? Deyirdi düşmənə. Gedir düşmənə deyir ki, utanmırsınız, siz Fatimənin oğlu ilə döyüşürsünüz. Hür, neçə gün qabaq Hüseyin sənə bu sözləri deyirdi. Yadından çıxıb Hürrün. Hür deyir, necə yəni, mən Hüseynin yolunu bağlamışam. Bağışlayanda belə bağışlayırlar ki, özündən də unuttururlar, özünü də yadından çıxardırlar. Sən neynədin ya Əbu Abdillah? Necə möcüzə elədin? Elə ki, Hüseyin məni sinəsinə sıxdı, mən unutdum ki, onun yolunu kəsmişəm. Bir dənə də söz deyim, ürəyinizə təsir eləyər. Ramazan ayında günahkarları görmüşük, hamımız günahkarlıqda. Ramazan ayında günahkarlar bir küncdə dayanır. Məhərrəm ayında girir, sinə vurur. Bu cürəti İmam Hüseyin verib bizə. Ürəklə giririk meydana, sinə vururuq. Bu cürətdir də, bu cürəti İmam Hüseyin verib. Amma tez dedi Hürrə, Hür get meydana, saxlamadı.
Ya Abdullah, hamını ləngidirdin, niyə hürrə dedin, get döyüş? Çünki belə cavab verərdi yəqin ki, xəcalət çəkər Zeynəbi görsəm. Qoy tez getsin ki, gözü Səkinənin gözünə sataşmasın. Utanar, istəmirəm, mənim mehmanımdır, xəcalət çəksin. Bu gecə vaxtı uzatmadan Seydə verəcəm sözü Qasimlə Abdullaha təvəssül edirik. Hər il olduğu kimi. Qasim İmam Həsənin oğludur. 13 yaşda uşaq gecə, Aşura gecəsi hamı sevinir, bu qəmlidir, dizin qucaqlayıb oturub. Dedilər, nə olub sənə? Dedi, sözüm mən əmmə deyəcəm mən. Əmmə sözüm var. Gəldi, oturdu İmam Hüseynin yanında, dizlərini qucaqladı. İmam deyir, gördü ki, o söz demək istəyir, ədəb imkan vermir. Baxdı ona, dedi ki, ay mənim qardaşımın balası, nəsə sözüm var deyəsən. Dedi ki, əmi siz dedi, sabah hamı şəhid olacaq, mən narahatam, görəsən mənə də qismət olacaq ya yox. İmam soruşdu, keyfəl mavtə indək, ölümə münasibətin necədir? Dərhal dedi, əhla minəl əsəl, şəhadət, şəhidliyi mənim üçün baldan da şirindir. Qorxuram mənim əlimdən çıxar bu neymət. İmam ağladı, dedi, ağır bir dərdə düçar olandan sonra sən şəhid olacaqsan. Səhərsi gün gəldi, İmam Hüseyndən icazə istəyir. Bilmirəm niyə görə, tarixdə bu qəribə bir haldır. İmam Hüseyin ona dedi, yox, icazə vermirəm sənə. Deyirlər ki, dedi, icazə vermirəm, düşdü, əllərindən öpdü. Düşdü ayağından öpməyə, imam deyir, onu qaldırdı, bağrına bastı. Qucaqlaşdılar, qaldılar. Bir müddət sonra bir cür vasitə ilə icazə aldı, imamın əlindən çıxdı, icazə ilə getdi meydana. Düşmən yazır ki, 14 gecəlik ay kimi cavan oğlan gəldi meydana. Əyninə zireh tapılmamışdı. Dedi ki, o kəs ki, onu öldürmək istəyirsiniz, o mənim əmim Hüseyndir. Onu siz öldürmək istəyirsiniz. Mən Həsən oğlu Qasiməm. Danışdı, deyir, namərdlər hücum elədilər. Çox şücaətlə vuruşdu. 100 nəfər mühasirəyə almışdı. Çağırdı ki, va əmma, ey əmim. Deyir, yazırlar ki, İmam Hüseyin işıq sürəti ilə özünü çatdırdı. Toz qalxdı. Gördü ki, zərbə vurublar Qasimə, düşmən qaçdı, Qasim İmam Hüseynin dizinin üstündə. Ayaqlarını deyir, yerə vurur, əmsini çağırır. İmam Hüseyin ağlaya-ağlaya dedi ki, mənim üçün çox çətindir, səni bu halda görüm, kömək eləyə bilməyim. Ayaqların qaldırıb vururdu. Elə o halda dünyadan getdi, ruhu bədənindən ayrıldı. Bir dənə də İmam Hüseynin İmam Həsənin yetim uşağı vardı, onun adı Abdullah idi. İmam Hüseyin bibisi Zeynəbə tapşırmışdı ki, bu uşağı qoyma meydana gəlsin. Xanım Zeynəb bərk yapışıb onun əlindən qoymur. Heç yana buraxmır. Amma bilirsiniz nə zaman idi? Zaman o zaman idi ki, deyirlər ki, İmam Hüseyini ziyarətdə var ki, daşı olan daşla vurdu, nizəsi olan nizə ilə. Bəziləri qoca kişilər var idi, əsa ilə vururdular İmam Hüseyini. Deyir, atdan yerə düşəndə, dedi, əmamin muğisin yuğisuna, Hüseyin dedi, bir nəfər yoxdur bizə pənah versin. Heç kəsdən səs çıxmayanda, səs çıxmadı. Xanım Zeynəb əlini başına qaldırdı, dedi, ya qiyasəl müstəqisin, ay pənahsızların pənahı. Bunu deyəndə uşaq Zeynəbin əlindən çıxdı. Vallah, la ufariqu əmmi, and olsun Allaha əmimdən ayrılmaram. Qaçdı, deyir, özünü saldı İmam Hüseynin bədəninə. İmam Hüseynin son nəfəsləridir. Birdən gördü ki, qardaşının oğlu gəlib sinəsinin üstünə. Bir nəfər namərd gəldi, İmam Hüseynin başını kəsmək istəyirdi. Qılıncı qaldıranda bu dedi ki, and olsun Allaha qoymaram əmmin başını kəsəsiz. Qolunu verdi, yazırlar, qolu düşdü İmam Hüseynin qucağında. Deyir, o uşaq İmam Hüseynin qucağına düşüb, Allah imtihanların çəkmir Hüseynindən. Axır nəfəslərində yenə imtihan göndərib. Deyib, baxdı İmam Hüseyin zəif səslə dedi ki, ay mənim qardaşımın balası, səbr elə az qalıb. Çox az qalıb. Bir şey yazırlar ki, elə ki qılınc sümüyünə dəydi, sümüyünün səsi gələndə, va ummah dedi, ay ana. Bilmirəm, xanım Fatimə Zəhranı çağırdı ki, oxşar idi dərdləri ya da öz anasını. Əla lənətullah, ələl qavmiz zalim.